Present perfect. Present perfect bu nəticəsi görünüb durğan zaman hesablanır. Hazırda nəticəsi görünüb durdu. Demək, iş hərəkət ötən zamanda başlanır. Hazırki zamanda nəticəsi görünüb durdu. Demək, bunu past simple-dan farkı. Past simple-da hərəkət ötən zamanda bolğan, ötən zamanda tügəyən. Nəticəsi həm ötən zamandakı. Lakin present simple, present perfect, I have eaten də durdu. Bu avukatını yiyib boldu. Hazır nəticəsi nə var? Nəticəsi karnıdok. I have lost my key. Mən kilitimi yox etdim. Demək, hazır kiliti yox. Önə gir olmayıbdır. I have washed my hand. Bu kolunu yudu. Nəticə nə? Nəticə kolu taza. I have just eaten ice cream. Bir də just bilə işlədib durdu. Mən hazır yenə buz qaymaq yedim. Demək, bunu ağzından hələ təmin etməyin. Demək, have işlədilib durdu. Bir də gördüyünüzlər. Qaysı halətlərdə have işlədilir? I, you, we, they-də have işlədilərkən, keyin feilin üçüncü şəkli yoki id qoşularkən, feilin üçüncü şəkli, bu yenə id qoşulğan variantı. Demək, bu nə doğru? Bu doğru feilligini biləmiz. He, she, itə has qoşuladı. Ondan feilin üçüncü şəkli.